Bəylər məndən çox zaman soruşur ki, necə bilmək olar ki, yanındakı xanım məni varlandıracaq yoxsa yox? Bax, bu suala bugün cavab vermək istəyirəm. Çünki artıq 5 ildir praktikalarımda eyni şey görürəm və bunun psixoloji açıqlaması da var. Diqqətlə dinləyin, scroll eləməyin və sizə də aydın olacaq ki, hansı xanımlardır ki, onların yanında bəylər zənginləşir və hansı xanımlardır ki, onların yanında bəylər kasıblayır. Baxın, ən birinci bilməniz gerəkən bir şey var. Bir xanım hansı bəyi seçir, o da çox önəmlidir. Ən birinci bu. Çünki bir bəyin özü daxildən negativ proqramlarıyla doludursa, heç enerjisi üzərində işləmirsə, heç yanındakı xanıma da hörmət eləmirsə və yanındakı kim olsa da, hansı xanım olsa da, Beyoncé olsun yanında, mamasıyla yaşadığı negativ duyğuları ona proyeksiya eləyəcəksə və mamasına içdən-içə necə pasiv aqressiyası var idisə, onu, o qınaqlarını həmin qadına yükləyəcəksə, o qadından enerji ala bilməyəcək, o qadın necə olursa olsun. Ona görə də birincisi, bəylər, özünüz necəsiz, daxili aləminiz necədir, hansı duyğulardasınız, bu çox önəmlidir və bir xanım olaraq da hansı bəy, hansı motivasiyada, hansı duyğulardakı bəyi seçdiyimiz önəmlidir. Bax, bundan sonrası isə tək bir məsələdə gizlidir. Bir xanımın əgər həyatla bağlı məqsədləri, arzuları və istəkləri, o iştahı böyükdürsə və bu iştahına günahkarlıq duyğusu yükləmirsə, o qadının yanında kim olsa da varlanacaq. O qadın özü də tək qalsa belə varlanacaqdır. Çünki o günahsız, belə deyilir, günahkar hiss etmədən olan iştah ki, mən öz arzularıma, məqsədlərimə, istəklərimə qarşı heç bir günah hiss eləmirəm. Günahkarlıq duyğusu utanmadan, çəkinmədən dünyaya elan eləyə bilirəm nə istədiyimi. Bax, bu enerji itməyən enerjidir. Bu enerjiyə heç bir kişi də qarşı qoya bilmir. Sağlam psixologiyadakı kişi. Amma qorxun o qadından ki, hansı qadının ki, istəkləri, arzuları yoxdur və yaxud da var, amma öz arzu və istəklərinə çoxlu günahkarlıq duyğusu yüklüyür. Yəni özünü günahkar hiss eləyir arzularına görə. Utanır, çəkinir, səsini çıxara bilmir, istəklərini bildirə bilmir. Bax, o qadından qorxmaq lazım. Çünki o qadının yanında, utanc ayıb duyğularında, o özünü dəyərsizləşdirən, arzularını, məqsədlərini, istəklərini dəyərsizləşdirən qadının yanında rəfiqələri belə kasıblaşır, inanın mənə. Çünki o qadından yalnız və yalnız aura olaraq mən günahkar hiss eləyirəm, mən çox istəyə bilmərəm, mən layiq deyiləm, bu aura yayılır. Və əlbəttə ki, bu auraya kim düşsə, mən də düşsəm, əlbəttə ki, bütün arzularım, istəklərim sönər. Ona görə də özlərimizdə işləyək, fikirləşməyək ki, kimisə dəyişmək, kimisə varlandırmaq lazımdır. Yox, öz auramıza, enerjimizi, öz iştahımıza o qədər güvənək ki, bilək ki, bizim yanımızda kim olsa varlanacaq. Kişilər də öz auramız üzərində, öz arzularımız, öz məqsədlərimiz və öz duyğularımız üzərində o qədər gözəl işləyək ki, o qədər fərqində olaq ki, bilək ki, yanımıza da düzgün xanımı seçəcəyik elə, iştahı böyük olan, arzuları geniş olan, gözləri parıldayan xanımlardan qorxmayacağıq, onlara qarşı pasiv aqressiya hiss edib özümüzdən uzaqlaşdırmayacağıq, cəsarət hiss eləyəcəyik belə xanımların yanında olmaq üçün. Bunları necə edə biləcəyimizi isə aşağıda açıqlama bölməsində yazmışam.